Səfəvi əsərlərində, Səfəvi qaynaqlarında Şah İsmailin etnik kimliyi iki xətt üzrə verilir. Məsələn, Aləmqəra Şah Abbas Səfəvi, Əhsən-ü Təvarix və sair mənbələrdə Şah İsmailin şəcərəsinin Seyid olduğu vurğulanır. Və bununla da paralel Şah İsmailin ata-babası, məsələn, Şeyx Səfiyyəddin, Şeyx Sədrəddin haqqında danışanda onlara türk deyirlər. Yəni, Səfəvi qaynaqları Səfəvilərə həm Seyid deyib, həm də türk deyib. Yəni, iki xətt üzrə, həm Seyid, həm türk. Seyid olubsalar da belə, baxın qardaşlar, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Əliyev, Əbülfəz Elçibəy Seyid nəslindəndir. Şəcərəsi var, Seyiddir. Biz Əbülfəz Elçibəyin etnik kimliyini ərəb deyə bilərikmi, qardaş? Yəni, biz deyə bilərikmi ki, Əbülfəz Elçibəy ərəb olub? Halbuki Əbülfəz Elçibəyin şəcərəsi Seyiddir. Ordubad rayonunun Kələki kəndindən. Babasının adı Mirmərdandır. Əbülfəz Elçibəyin babasının adı Mirmərdandır. İndi deyin görün, biz Əbülfəz Elçibəyə ərəb deyə bilərikmi? Yəni, Əbülfəz Elçibəyin etnik kimliyini biz müzakirə edib ona ərəb deyə bilərikmi? Təbii ki, yox, qardaş. Yəni, Şah İsmail də eylə. Şah İsmailin danışıq dili Azərbaycan türkçəsi olub. Şah İsmailin böyüdüyü ortam, ailə məişəti Azərbaycan türk mədəniyyətinə aiddir. Şah İsmailin yaşayış tərzi Azərbaycan türk mədəniyyətinə aiddir. Yəni, bunlar hamısı, qardaş. Yəni, belədir də, başınıza dönüm.